Hörmətli məni dinləyənlər, mən Zərdab rayon sakini Əliyev Əliyyət Məhəmmədoğlu. İstəyirəm ki, ömrümün mənalı bir gününün hekayəsini sizə danışım. Bəli, əzizlərim, mən 1974-76-cı illərdə keçmiş SSR-nin Kita şəhərinin Piraqonski rayonunda Dosatoy kəndində yerləşən 61605 saylı hərbi hissəsində artilleriya divizionunda xidmət etmişəm. Mənim də bir neçə Azərbaycanlı yoldaşlar da olurdu. Qocayev Şəmşət, Qazax rayonunun Çaylı kəndindəndir. Musayev Qəhrəman, Tovuz rayonunun Azaqlı kəndindəndir. Babayev İltifat, Səfərov Əmirxan, hər ikisi Beyləqan rayonunun Daşburun qəsəbəsindəndir. Bəli, bu illərdən 50 il keçib. Bizim əskər yoldaşımız Musayev Qəhrəman belə qərara gəlib ki, biz əskər yoldaşlarını tapıb bir yerə toplasın, yıxsın, bir görüş keçirsin. O əvvəlcədən ehtiyat edərək axtarışa çıxıb. Ne üçün ehtiyat edərək? Çünki 50 az il deyil. Biz bu vaxtlarda, bu zamanda dünyamızı dəyişə bilərdik. Xoşbəxtlikdən sağ-salamat idik. Musayev Qəhrəman, onu da deyim ki, əvvəlcədən mənim səhhətimdə problem olduğu üçün mənim oğlum Məhəmmədə zəng vurub. Deyib ki, biz 28 may 2026-cı ildə atamın əskər yoldaşları sizə gələcəyik. Ancaq xahiş edirik ki, bu görüşdən atanın xəbəri olmasın. Mən 2026-cı ildə may ayının 28-də evdə istirahət edirdim. Bu vaxt böyük oğlum Əliyev Səbuyi qapını açıb içəri girdi. Ata, muştuğumu ver. Sənin əskər yoldaşların bizə qonaq gəliblər. Necə? Bu xəbərdən bir təhər oldum. Çaş qaldım. Bu illərdən 50 il keçib, onlar məni necə tapıblar? Qapını açıb, çölə çıxdım. Uşaqların səslərini eşitdim. Yəni, əskər yoldaşlarımın səslərini eşitdim. Onları gözlərim seçməsə də, onların səsləri mənə bir doğmalıq gətirdi. Bir şadlıq, sevinç gətirdi. Onlarla görüşdüm. Körəldik. Sevincimizin həddi hüdudu yox idi. 50 ildən sonra bu etibarlı, sədaqətli yoldaşlar etibarını bir daha göstərdilər. Belə ki, bu işlərdən ailəmin, uşaqlarımın xəbəri olduğu üçün artıq süfrəmiz hazır idi. Keçdik süfrə başına. Nahar elədik. Yedik, içdik, dedik, güldük. Keçmiş illəri, 50 il bundan qabaq olan günləri xatırladıq. Dedik, güldük, zarafatlaşdıq. Artıq mənim sevincimin həddi hududu yox idi. Dünya mənim idi. Ancaq bir qədər hərdən elə gəlirdi ki, bu hadisə həqiqət deyil, yuxudur. Qarşımda Musayev Qəhrəmanı gördüm. Bu işin təşkilatçısı. Üzümü ona tutub dedim.
axtarıb tapmışsan sən 4 nəfəri. Əskərlik dostları əzizim bizi. Aldın qəlbimizdən qəmi, kədəri, şad olduq, şad etdin hər birimizi. Çalıb oxuyuruq şən nəğməmizi. Düz 50 il keçib əskərliyimizdən, ağrılı, acılı o günlərimizdən. Bugün biz məmnunuq bu görüşümüzdən. Şad olduq, şad etdin hər birimizi. Çalıb oxuyuruq şən nəğməmizi. Babayev, Səfərov, birlikliyik biz. Musayev, Qocayev, şənlikliyik biz. Dildən heç düşmür şükürlərimiz. Şad olduq, şad etdin hər birimizi. Çalıb oxuyuruq şən nəğməmizi. Belə toy bayram düşməyib belə. Sevinç göz yaşımız dönübdür şeylə. Kaş bütün görüşümüz olaydı belə. Şad olduq, şad etdin hər birimizi. Çalıb oxuyuruq şən nəğməmizi. Əl-niyyət, biganə qalma bu dostluğa, vəfa sədaqətə, etibarlığa. Musayev getirib bizi şadlığa, şad olduq, şad etdin hər birimizi. Çalıb oxuyuruq şən nəğməmizi. Bəli, əzizlərim, bugün mənim sevincimin həddi hüdudu yox idi. 70 yaşından ötmüş bu insanlar yenə də öz etibarlarını, sədaqətliyini aləmə çatdırdılar, mənə çatdırdılar. Mən çox sevindim. Hətta mənə elə gəlir ki, bu anlar dünyanın ən xoşbəxt insanı mən idim. Belə ki, yenə də bir beyt gəldi dilimə. Tənhalıq ömrümü dərdə salanda, büküb dizlərimi yerə yıxanda, etibar görmüşəm mən dostlarımda. Mən qurban olaram dostum mərdinə, əskərlik dostları əzizdir mənə. Əzizlərimə mən minnətdaram. Bugünün təşkilatçısı başda Musayev qəhrəman olmaqla, Qocayev şərkədə, Babayev irtifada, Səfərov Əmirxana mən minnətdarımı bildirirəm. Onlar mənə dünyanı verdilər. Bu dünyada sədaqət vardı, məhəbbət vardı, hörmət vardı, insanlıq vardı. Var olsun belə insanlar. Bəli, əzizlərim, heyf ki bu görüş, bu gözəl mənalı gün başa çatacaqdır. Axı yoldaşlarım məni uzun yol qət edərək məni ziyarətə gəlmişlər, məni görməyə gəlmişlər. Onların yolu uzaq idi, getməli idilər. Zaman öz hökmünü vermişdi, getməli idilər. Ancaq mənim qəlbimdə elə böyük bir sevinç yaratmışdılar ki, mən onları buraxmaq istəmirdim. Əlbəttə istərdim ki, onlar bir neçə gün bizim evdə qalsınlar, rayonumuzda qalsınlar, yoldaşlarla, qohumlarla, dostlarla tanış edeyim ki, bax, mənim belə etibarlı dostlarım var. Var olsun bu sədaqət, bu etibar. Arzu edirəm ki, bütün insanlar belə sədaqətli olsunlar, məhəbbətli olsunlar. Və yenə özümə dedim. Əl-niyyət, itirmə etibarını, sənə sadiq olan dostu, yarını, vermə şeytana sən ixtiyarını, dar gündə dostuna gəlilə xidmət, dostuna yaraşır, vəfa sədaqət, sədaqətli dostlarımı mən yola salmaq ərəfəsində minnətdarlıq edirəm mənə qulaq asan insanlara. Mənim bu gözəl günümü telefona çəkən, cəmiyyətə çatdıran, insanlara çatdıran gözəl qardaşım
Yediyar qardaşıma, yediyar dostuma öz minnətdarlığımı bildirirəm. Və ən axırda yenə nəhayət sədaqətli, etibarlı dostlarıma mən əlvida yox, hələlik deyirəm, yaxşı ol əzizlərim sizə, yaxşı ol sizə, yaxşı ol.